Deməli, mən bir mövzu ətrafında danışmaq istəyirəm. Açığı, bu mövzu ətrafında nə vaxtsa danışacağımı düşünməzdim. Amma elə bir məqam yarandı ki, mən artıq ehtiyac hiss etdim ki, mövzu ətrafında danışım. Çünki seanslarda da qarşılaşdığım əsas məqamlardan biridir və insanların psixoloji vəziyyətinə həqiqətən çox ciddi şəkildə təsir göstərir. Mən yarım saata bir nəfərlə görüşməliyəm, ona görə tez bir zamanda bitirəcəm. Bu xarici görünüşlə bağlıdır. İnsanların xarici görünüşünü kompleks etməsi və özgüvənsiz olması buna görə. Mən əvvəl düşünürdüm ki, xarici görünüşü kompleks etmək bir bəhanədir. Əgər insanın daxili dəyərləri aşağı səviyyədədirsə, xarici görünüşü ortaya bir yalana bir bəhanə kimi atırlar. Amma indi düşünmürəm elədir. Əksinə xarici görünüş insanın həqiqətən özgüvən səviyyəsini dəyərləndirə bilər. Və bunun canlı şahidi olmuşam və insanlarla işlədikcə seanslarda xarici görünüşünə diqqət yetirən birinin özgüvəninin digərinə daha üstün olduğunu müşahidə etmişəm. Baxın, bəzi insanlar var ki, doğuşdan özünü çirkin hesab edir, həqiqətən də ortalamanın dəyərləndirməsində çirkin olduğunu görür və bu onun özgüvənə təsir göstərir, bunu ömür boyu qəbullanır. Bəzi insanlar da var ki, üz quruluşu, bədən quruluşu və s. genetik olaraq yaxşıdır, amma o uşaqlıq dövründə o formalaşmış negativ inancların təsirindən özünü çirkin hesab edir. Bunlar arasında biraz fərqlər var, onlar öz yerində. Mənim burada danışacaqlarım ümumi olacaq, yəni insanların əslində çirkin olmadığı, sadəcə özünə baxım etməməsi, bəzi şeylərin, hətta düşündüyümüzdən daha artıq şeylərin bizim özümüzdən asılı olduğunu göstərəcəm. Mən burada bir uşaqlıq şəklimi göstərəcəm. Yəqin ki, ekranın bu hissəsində tapsam o şəkili yerləşdirərəm. Və siz görəcəksiniz ki, əslində mən də uşaq vaxtı çox çirkin bir uşaq olmuşam və dəfələrlə məktəbdə, ətrafımda, ailədə çirkin statusu vurulan bir görünüşüm olub. Yəni, belə deyim də, hər kəs bunu mənə yansıdıb. Yəni, deməyə çalışdığım odur ki, hər insan uşaqlıq dövründən gözəl bir şəkildə doğulmur. Biz uşaqlıq dövründə çirkin ola bilərik, özümüzü çirkin hiss edə bilərik, ətraf qınağa məruz qala bilərik. Amma bizim şuurlu şəkildə hərəkət etməyimiz özümüzə şuurlu şəkildə müdaxilə edə biləcəyimiz də anlamına gəlir. Yəni, mənim estetik görünüşüm, vizual görünüşümü dəyişdirmə səviyyəm bir yerlərdə özümdən asılıdır. Boydur, həqiqətən də boya biz müdaxilə edə bilmirik çox da. İnsanın boyu genetik olaraq formalaşır. Amma üz quruluşudur, baxım etməkdir, əzələlərin formalaşdırılmasıdır və s. Bu insanın özündən asılıdır. Siz əgər öz xarici görünüşünüzlə bağlı kompleks yaşayırsınızsa, bir dönüb baxın ki, özünüz üçün nə edirsiniz? Misal üçün, öz bədəninizi sağlam inkişaf etdirmək üçün sağlam qidalanırsınız, idman edirsiniz, özünüzə baxım edirsiniz. İstər xanım, istərsə də bəylər özünə baxım etməlidir. Nə mənada? Bu, xarici görünüşünü gözəlləşdirim, başqa insanlara xoş gəlim deyə yox, özümə hörmət edirəm deyə olmalıdır. Yəni ki, mən özümü çirkin hesab edirəm, amma heç bir baxım da etmirəm, heç bir əlimdən gələn, özümdən asılı olan bir şeyləri də özümə tətbiq etmirəm. Təbii ki, bu davranışlarla sizin özgüvəniniz aşağı səviyyədə olacaq. Əgər bir insan özünü doğuşdan çirkin hesab edirsə və ortalamanın dəyərləndirilməsində çirkindirsə, əmin edirəm ki, 60% bu onun özündən asılıdır, hətta daha çox, 70-80%. Bir insan əgər doğuşdan çirkindirsə, yəni özünü çirkin hesab edirsə, o insan idman etsə, idmanla məşğul olsa, əzələlərini inkişaf etdirsə, gözəl bədən quruluşuna sahib olsa, boy fərqi yoxdur burada. Sağlam qidalansa, sağlam qidalanmaq hansı ki, bizim bədən quruluşumuzda təyin edir. Üzümüzü, üz quruluşumuzu, dərimizin gözəlliyini də təyin edir. Baxış tərzimizi belə dəyişir, inanın. Psixoloji cəhətdən özünə yatırım edirsə, pozitiv düşünürsə, gözəl ünsiyyət qura bilirsə, axıcı söhbətləri bacarırsa, yerli yerində deyib gülə bilirsə, mimikalarından insanları özünə çəkə bilirsə, daha sonra üz baxımı edirsə, üzünü ən azından üz yuma gellərindən istifadə etmək, üz baxımı etmək, fərqi yoxdur burada, kişi, qadın hamısını nəzərdə tuturam. Təmizliyinə riayət edirsə, üzünə baxım maskaları icra edirsə, yəni dərisinin gözəl olması üçün, saç baxımı edirsə, saçlarına qulluq edirsə, mən əmin edirəm ki, o insanın görünüşünə görə kompleks etməsi qeyri-mümkündür. Ola bilər ki, burun kompleksi, ağız kompleksi, nə bilim, göz kompleksi ola bilər. Bu da real olaraq dəyərləndirsə, kiçik bir estetik müdaxilə edilməsi mümkündür. Bunun əleyhinə deyiləm. Estetik müdaxilələr yersiz yerə olduqda,
və həddindən artıq olduqda bu psixoloji problem sayılır. Amma qədərində olduqda, az bir miqdarda və bu insanın həqiqətən də özünə verdiyi dəyəri artıracaqsa, bunun edilməsi mənə görə pis bir şey deyil. Bunu da edib bir insanın özgüvənsiz olması qeyri-mümkündür. Görünüşünə görə. Söhbət başqa bir şeylərdən getmir, təkcə görünüşdən gedir. Ona görə də mən düşünürəm ki, bu şəxsi fikirlərimdir. İnsanın görünüşünə görə kompleks etməsinin səbəbi 70% hallarda özündən asılıdır. Bayaq 60 deyirdim, indi 70 deyirəm. Çünki bizim müdaxilə edə biləcəyimiz məqamlar çoxdur. Mənim oradakı uşaqlıq şəklimi görsəniz, siz buna tam əmin ola bilərsiniz. Yeniyetməlik dövründə də çox çirkin olduğumu düşünürəm. Bunu ətrafdan da mənə yansıdıblar. Tək özümün düşündüyümlə əlaqəli deyil. Amma özümə qarşı münasibətim, özümə verdiyim dəyər, düşüncələrimin dəyişməsi, daha çox kitablar oxumağım, bəlkə də insanlardan təcrübə qazanmağım mənim özümə qarşı olan münasibətimi dəyişdirdi və mən bu istiqamətdə dəyişməyə başladım. İndi o istiqamətdə demək olar ki, heç bir problemim yoxdur. Və şəxsi təcrübəm olduğuna görə bunu sizinlə də bölüşmək istədim. Düşünürəm ki, videonu izləyənlər arasında belə bir insan varsa, bu gündən başlayaraq özünə diqqət yetirməyə başlayacaq. Ən azından şəxsi baxım, gigiyena və bədəni ilə bağlı kompleksləri varsa idmanla məşğul olacaq, sağlam qidalanacaq. Bu yöndə özünə yatırım eləyəndən sonra mən əminəm ki, siz də o qazana bilmədiyiniz və yaxud da itirdiyiniz özgüvəni əldə edəcəksiniz. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik. Hələlik.